Lider TV. Hər ölkənin özünə məxsus milli adət-ənənələri, milli mətbəxi olduğu kimi milli rəqslər də var. Təbii ki, bizim sədə olaraq hər həftə olmasa da, ayda ən azı bir dəfə bu xalqların milli rəqsləri, bu rəqslərin yaranması, mənası haqqında sizləri məlumatlandıra bilirik. Mən isə bu dəfə sizlərə uşaqların rəqsi olan həvəsindən və bu həvəsin yaratdığı xariqələrdən danışacağam. Daha doğrusu, əməkdaşımız xəyalə danışmaq istəyir. Mən isə onu deyim ki, hər bir rəqs gözəldir. Yetər ki, onu duyub, hiss edərək oynamağı bacarasan. Elə sıradakı sujetin qəhrəmanları kimi. Buyurun bir yerdə izləyək. Yeni il hər birimizdə müsbət aura yaradır. Belə ki, bu bayrama daha çox körpələr sevinir. Bu dəfəki balacalar isə öz rəqsləri ilə yeni ili təbrik eləyəcəklər. Ruhun qidası musiqi, əks sədası isə rəqsdir. Həm sevinci, həm də kədəri rəqs və musiqinin vəhdəti ilə ifadə eləmək olur. Elə azyaşlılar da bu dəfəki bayram abu-havasını valideynlərinə, sevdiklərinə və öz həmyaşıdlarına bu vasitə ilə ötürməyə çalışdılar. Altı yaşından 12 yaşına qədər olan gənc rəqqasların çıxışları həmyaşıdlarının da xoşuna gəldi. Pozitiv abu-hava alqış sədalarından da görünürdü. Ancaq üzlərdə təbəssüm yaradan bu tədbir o qədər də asan ərsəyə gəlməmişdi. Burada profesional rəqqas yoxdur, ancaq uşaqların özlərinin qabında olandan bir şey hazırlamışıq. Yəni müddət də az olub, 3 ay müddətindən buna məşğul olurlar. Rəqsdə uşaqlarda qavrama deyiləndə susuluq olur. Yəni biz onları əvvəlcə rəqsdə hərəkətləri başa salırıq, hərəkətlər ondan sonra başlayır musiqi ilə işləməyə. Düzdür, tək şəkildə, yəni bu aydın məsələdir, bütün rəqqaslar tək yaxşı olur. Bir yerdə oynamaq, bunlar biraz çətindir. Yəni uşaqların eyni yerdə oynamağı, eyni hərəkətləri, eyni vaxtda eləməkləri biraz çətindir. Qocaman ürəkli balacaların digər rəqsləri də vals oldu. Kiçik cütlüklər qısa bir müddət hazırlaşsalar da öz peşəkarlıqlarını nümayiş elətdirdilər. Geyim olaraq da həmahəng olan balacalar ikinci rəqslərini də uğurla icra elədilər. Hansı rəqs oynayacaqsan? Var. Neçə aydır bu rəqslə məşğulsan? Nə vaxtdan oynayırsan? 3 aydır. Ən maraqlı nömrə isə sola çıxış eləyən Lalənin Hind rəqsi idi. Hələ 2-ci sinifdə oxumasına baxmayaraq, bu kiçik qızın bacarıqları yaşından qat-qat böyük idi. Hind musiqisi sədaları altında sona qədər tam peşəkar kimi rəqs eləyən müsahibimin öz rəqsindən zövq aldığı hiss edilirdi. Hansı rəqslər oynayacaqsan? Vals, milli, Hind, qarqız. Bu rəqslər oynayacaqsan. Ən çox hansı rəqsi sevirsən bunlardan? Hind. Neçə aya öyrənmişsiniz rəqsi? 3 ay. Rəqs eləməyi sevirsən? Hə. Balacaların təbriki fərqliliyi ilə yaddaşlarda qaldı. Kiçik rəqqasların böyük bacarıqları təqdirə layiq idi. Tədbirin yekununda balaca Zeynəbin ifa elədiyi klassik yeni il mahnısı isə bayram abu-havasının ruhumuzda başladığını və əylənmək istəyən qəlbin sərhəd tanımadığını bir daha sübut elədi. Ruhunuzu çərçivələrə salmayın. Qəlbinizin bayram abu-havasında olması üçün bəhanələrə deyil, səbəb və qərarlılığa ehtiyacı var. Xəyalə Vaqif qızı, Zaur Bayramov, Lider TV. Piylənmə əsrimizin ən təhlükəli problemləri